Salam dostlar, necəsiz? Mən Təhsil Ədəbiyyatı Birliyi İngilis dili müəllimi Murad Hüseynli. Deməli, sizə bugün nə haqqında məlumat verəcəm? Əsas məsələ indiki onlar 11-ci sinifə necə hazırlaşsınlar və 11-lər də ixtisas seçimində nələrə diqqət eləsinlər və yaxud da nələrə diqqət eləməlidirlər. Bu haqda qısa bir video olacaq, çox da uzatmayacağım. İlk öncə başlamaq istəyirəm 9-lar və 10-lardan. Deməli, dəyərli yoldaşlar, əsas məsələ, əsas prinsip düzgün 10-cu sinif şagirdlər onsuz da qrup seçimi eləyiblər, 9-cu sinif şagirdlər düzgün qrup seçimi eləsinlər. Fənlərə görə qrup seçimi eləmək qrup seçiminin yarısıdır. Əsas sən gələcəkdə hansı ixtisas seçəcəksən, bu ixtisasda xoşbəxt ola biləcəksənmi və yaxud da bu ixtisas sənin gələcək peşənə necə aktual ixtisasdır, aktual qrupdur və yaxud da deyil. Əsas bu məsələlərə, bu prinsiplər əsasında qrup seçiminizi eləməlisiniz. 11-lər, 10-cular isə artıq 11-ci sinifə keçdiyinə görə, seçdikləri qrup sahəsinə görə artıq professional şəkildə hazırlaşmalı və qəbul imtahanını bu suallar rahat şəkildə işləməlidirlər və bu şəksiz, şübhəsiz bir prosesdir. Deməli, dəyərli yoldaşlar, əsas məsələ nədir burada? Əsas məsələ necə hazırlaşılmalı və il boyunda hansı mərhələlərdən keçilməlidir? Birinci məsələ düzgün müəllim seçimidir. Təbii ki, hamı öz rayonunda və yaxud da öz yaşadığı şəhərdə öz müəllimlərlə hazırlaşır. Bu öz yerində. İstəyən onlayn hazırlığa qoşulur, istəyən öz müəllimlərinin yanına gedir. Təbii ki, bu şagirdin, abituriyentin öz şəxsi qərarıdır, öz şəxsi seçimidir. Təbii ki, burada qiymət, dərs keyfiyyəti, müəllimin təcrübəsi və sair özü xüsusi rollar oynayır və məsələlər var. Əsas məsələ şagird sadəcə ki, bu müəllimin dərsən kifayətlənirmi, kifayətlənməlidirmi? Bu sualın cavabını verəcək sizə. Deməli, dəyərli yoldaşlar, ilkin mərhələdə şagird hər ay müxtəlif kursların sınaqları olur. Bu sınaqlarda iştirak etməlidir ki, görsün bu imtahan prosesində, imtahan situasiyasında necə nəticə əldə edəcək, stresi necə yönətəcək, stresi idarə edə bilirmi, vaxtı bölə bilirmi, bilikləri hansı səviyyədədir. Deməli, yoldaşlar, ilkin mərhələdə hamı, demək olar ki, bütün abituriyentlər rayonlarında və yaxud da şəhərdə istənilən yerdə OTK və MGM-nin ortaq təşkil elədiyi sınaq var. Bu tam din formatındadır. Həm istər sualların yoxlanma tərzi, istər qəbul tərzi, istər oradakı imtahan situasiyası tərzi hər cəhətdən din formatındadır. Ona görə hər bir abituriyent 9, 10, 11 fərq etmədən bu imtahanlarda iştirak etməlidir. Və bu imtahanlardakı nəticəsinə əsaslanaraq hazırlaşma yönümü daha çox çoxaltmalıdır və yaxud da stabil saxlamalıdır. Bu öz qaydasında, öz yerində. İlkin mərhələdə hamı bunu eləməlidir. Sonra əlavə olaraq biz nələr edə bilərik? Bildiyiniz kimi müəllimlərin eyni zamanda mənim sınaq qruplarım var. Təbii ki, burada sırf ingilis dili sınaq qruplarından söhbət getmir. Azərbaycan dili üçün də var, ədəbiyyat üçün də var və yaxud da riyaziyyat üçün də var, istənilən fənn üçün var. İlkin mərhələ buraxılışdan söhbət gedir. Bu sınaq qruplarına qoşulmaq sizə nə qazandıracaq? Çoxlu sual nümunəsindən tanış olacaqsınız və artıq bilirsiniz, bu əslində çox gözəl bir şeydir. Sualı tanımaq. Artıq siz sual tipini tanıyacağınıza görə orada imtahan zamanı sualı anlamaq, sualın məntiqini tutmaq vaxtını artıq siz o sınaq qruplarında götürəcəksiniz. Çünki biri var, heç sualı görməyəsən, sadəcə toplu ilə və yaxud da bir neçə vəsaitlə kifayətlənəsən, bu zaman sən sualın hələ məntiqini anlaya bilməyəcəksən. Ona görə ilkin mərhələdə nə etmək lazımdır? Sualın məntiqini aydınlaşdırmaq lazımdır ki, sualın məntiqi nədir? Mən sualın məntiqindən nə anlayacağam? Bu sualı necə işləyə bilərəm? Bu sualda hansı texnikalar var? Bunları sınaq qruplarında artıq əldə edəcəksiniz. Həmçinin istənilən qədər sual görürsünüz, istənilən qədər sual görmək, yəni özü imtahan hazırlıq zamanı çox gözəl bir prosesdir. Əsas məsələ budur. Təbii ki, sınaq qrupları müxtəlif müəllimlərin var, yəni hansı istəsəz qoşula, faydalana bilərsiniz. Həmçinin də müəllimlər sınağın izahını da atır, yəni istənilən vaxt girişdə izahına bax, bitdi məsələdə. Bu çox həm qiymət olaraq münasib, həmçinin də abituriyentin nəticəsinə, inkişafına, yüksək bal toplamasına kömək edən əsas vasitələrdən biridir. İmtahan zamanı və imtahana hazırlaşan zamanı təbii ki, şagirdin ciddiyyəti, məsuliyyəti, disiplini ən əsas faktorlardan biridir. Bunun formalaşması valideyn və
abituriyentin, həmçinin də müəllimin çox yox, amma müəllim üçün əsas yol göstərəndir. Müəllim düzgün istiqamət verməlidir. Əgər müəllimin düzgün istiqamət verdiyi şagird əgər məsuliyyətlidirsə, yüksək bal qaçınılmazdır. Bu belədir. Təbii ki, çoxlu suallar, sınaqlar. Məsələn, bəzi adam deyə bilər ki, mən sınaqlar qrupuna qoşula bilmirəm. Və ya qoşulmaq istəmirəm. Bu zaman qardaş, Telegram adlı çox gözəl bir platforma var. Get milyon dənə sınaq tapa bilərsən. Bu sınaqları götür işlə özün üçün. Cavabını öz müəllimindən istə və yaxud cavabını get YouTube-dan tap. Yəni özünü inkişaf elətdir. Yəni məcbur deyil ki, sən sırf sınaqlar qrupuna qoşulun. Elə uşaq gedir, qoşulur qrupa, heç sınaq işləmir, elə sınaqlar orada yatır. Belə şeylər də mövcuddur. İstəyən uşaq, disiplinli uşaq hər zaman bir şey tapa bilər. O tapa bilməyənlər və s. hamısı bəhanədir, hamısı yəni oxumamaq üçün müxtəlif yollardır da, yəni valideyn nə qədər eləyir eləsin. Deməli yoldaşlar, əsas məsələ siz il boyu buraxılış və blok sınaqlarına getməlisiniz ki, artıq çünki vaxtı da rahat bölə bilərsiniz. Məsələn, sən deyək ki, sualları çox yaxşı işləyirsən, həqiqətən, amma çox vaxt işləyirsən. Vaxt bölgüsün zəifdir. Vaxt bölgüsünü də düzəltmək üçün, vaxt bölgüsünü də tənzimləmək üçün nə etmək lazımdır? Bu sınaqlara getmək lazımdır. Mənə görə hal-hazırda, öz şəxsi fikrimə görə deyirəm ki, Azərbaycanda ən yaxşı sınaq təbii ki, OTK Meqaben sınaqdır. Ondan sonra güvənli sınaqlar da normaldır, pis deyil, yaxşıdır. Mənə görə bu il təşkil olundu və gələn il mən düşünürəm ki, bu rayonlara belə getməlidir. Ellər Akademinin sualları, sınaqları çətindir və şagirdin, abituriyentin çətinə öyrəşməsi çox lazımlı bir faktordur. Çünki imtahanda ən çətinə hazırlaşır. Asan da olsa hamı yazar. Ona görə əsas məsələ nə olmalıdır? Əsas məsələ çətinə öyrənmək lazımdır. Və ellərin sualları həqiqətən mən şəxsən çox bəyənirəm. Təbii ki, OTK Meqaben, güvən, dəyər, hədəf, bunlar da təbii ki, işlənməli. Təbii ki, imkan daxilində hamısına getmək və vaxt daxilində hamısına getmək mümkün deyil. Çünki bir ayda 4 həftə var, bu 4 həftədə hansına sınağa gedəsən? Həftədə bir sınağa da çox uşaq getmir, yəni elə bir maddi imkan da yoxdur. Çünki sınaqların biri 20 manatdır, 18 manatdır. Ona görə hər sınağa da getmir. Amma yəni mən məsləhət görərdim ki, ay boyu 2 sınağa gedin, biri OTK, biri Eyler, yəni həqiqətən çox keyfiyyətli, çox məntiqli, din formatında çox gözəl suallardır. Təbii ki, bəzi uşaqlar şərait cəhətdən, imkan cəhətdən getməyənlər isə açsın Telegramdan həmən sınaqları özləri qursun, işləsin, yəni sonra cavabları yoxlasın. Bilirsiniz ki, nəticələrdə onlayn platformalardan çox rahat şəkildə hesablamaq mümkündür. Keçin bunları həll eləsin. Yəni, abituriyentin oxumamağı üçün bu internet resursları oxuması üçün daha doğrusu hər cürə şərait, hər cür imkan vardır. Oxumursa, təbii ki, öz problemləridir və s. Deməli, dəyərli yoldaşlar, 10-cu siniflər, 9-cu siniflər gələn il üçün qrafik quracaqlarsa bu dediyim məqamlara, bu dediyim nüanslara da diqqət eləsinlər. Və təbii ki, bu artıq klişə halına gəlib, təkrar və s. ilaxır məsələlər. Təbii ki, təkrar da olunmalıdır, digər məsələlər də olunmalıdır. Amma təbii ki, bunlar artıq bilinən, hamı tərəfindən dərk olunmuş proseslərdir. Bunlar deməyi o qədər də yəni, bir nəticə verəcəyini düşünmürəm. Bu bir hissə və hal-hazırda danışmaq istəyirəm ki, 11-ci siniflər son 15 gün, 2 həftə qalmışlar artıq qalıb imtahana. Bu video paylaşılanda böyük ehtimal 2 həftə qalacaq. Bu 2 həftəni sadəcə sınaqlarla və bilmədiyi mövzuları təkrarla vaxtı ötürün. Vaxtınızı bu məsələləri şeyləyin. Yəni, məsələn, bəzi uşaqlar görə toplum təzən işləyə bilər. Yəni, nə qədər çox sual işləsəz, təkrar işləsəz, sizin üçün çox yaxşıdır və ən əsas məsələ nədir? İkinci bloka necə hazırlaşacaqsınız? Valla ikinci bloka hər adam hazırlaşmır. İkinci bloka həqiqətən hazırlaşmaq qəbul üçün çox önəmli bir prosesdir, nüansdır. O 2 aylıq period artıq siz o həqiqi imtahan situasiyasından tanışsınız, təcrübəli bir kimi gedəcəksiniz sonra. Son zəyak və s. axır həqiqətən olacaq, olmalıdırmı? Məncə hə, olmalıdır. Amma bunun hər şeyini dadında saxlayıb imtahanınıza fokuslansa sizin gələcəyiniz üçün daha yaxşı olacaq. Nəinki
bu proseslərin daxilində olmaq və sair. Sonra ki, gedəcəksiniz 2-3 saat, əylənəcəksiniz. Mən məsləhət görərdim ki, bu ikinci cəhdə, elə birinci cəhdin sabahı ikinci cəhdin sürət qruplarına qoşulun və yaxud da gedin müəlliminizlə təkrar edin. Çox adam müəllimlərin yanından çıxır həmin vaxtı. Gedin onda sürət qrupuna qoşulun, çoxlu sınaq işləyin, çoxlu test proqramı təkrar edin və ikinci cəhdə çox yaxşı şəkildə hazırlayın. Biz təbii ki, mən şəxsən ikinci cəhddən sonra ixtisas seçimi ilə bağlı məsələləri artıq elan edəcəm sizinlə. Həm məsləhətlər üçün canlılar açılacaq, həm də artıq statistika jurnalı çıxdıqdan sonra qrupların analiz olacaq, bal analizləri olacaq. Ondan sonra isə bizimlə əgər kimsə ixtisas seçimi etmək istəsə, bunun üçün elan başladacağıq. Təbii ki, bu gələcəkdə olan prosesdir. Bəziləri kimi indidən valla bunu eləmək nə qeydiyyatdan keçmək məsləhətdir, nə qeydiyyata elan etmək məsləhətidir. Çünki həmin vaxtı onsuz da qeydiyyat olacağı da 15 gün vaxt var. Yəni istənilən qədər vaxt olacaq ixtisas seçimi eləmək üçün. Belə şeylər üçün tələsməyin. Hələ ki, mən sizə tam məsləhət bilirəm ki, imtahanınıza fokuslanın, imtahanı verəndən sonra onsuz da vaxt gələndə o öz axarında bu məsələləri edəcəksiniz. Sağ olun, salamat qalın.